Görürsən ki, çox yaxşı oğlandır, çox yaxşı qızdır, amma partnyoru yoxdur, təkdir. Gəlib evlənmə yaşına çatıb, amma hələ də özünə uyğun birini tapa bilmir. Bunun bir neçə səbəbi ola bilər. Birincisi budur ki, bütün vaxtlarını qoyublar dərsə, təhsilə, karyera qurmaq istəyirlər, gələcəklərini düşünürlər. İkincisi budur ki, onlar hər adamı bəyənmirlər, onların standartları yüksəkdir. Üçüncüsü isə ən önəmlisidir. O da budur ki, belə oğlanlar adətən biraz çətin qıza yaxınlaşa bilirlər, çətin ürək eləyib sözlərini deyirlər. O da çox vaxtı 1-2 dəfə olur. Belə qızlar da 1-2 dəfə ilə kiməsə etibar eləmirlər, kiminləsə həmsöhbəti olmurlar. Beləliklə, belə oğlanların belə qızlarla rastlaşma ehtimalı çox zəif olur. Buna görə də belə oğlanlar adətən özlərinə uyğun olmayan qızlarla münasibətə girirlər. Belə qızlar da özlərinə uyğun olmayan oğlanlarla. Dostlar, öz dəyərinizi bilin və kiminlə gəldi münasibətə başlamayın. Çünki tək qalmaq yanlış adamla münasibətə girməkdən qat-qat yaxşıdır. Təklikdən heç kim ölməyib. Amma yanlış adamla olduğuna görə gündə 100 dəfə özünə ölüm arzulayan insanlar var.